Nə gəlsiz ay oğlan burada? Çıxın görüm. Mən icazə... Ay cəmat, bunu necə çıxardım buradan? Özünüzə hörmət qoyursunuz mənim canım. Əleyhissalam. Siz çıxın mənim canlımdan, mən sizi canlıya dəvət edəməm. Çıxın mənim canlımdan, xahiş edirəm. Mən bunu Siz istəyi göndərmişsiniz, özünüz çıxın da. Mən göndərməmişəm dostlar. Siz Ola bilər, mənim göndərmişsiniz. çox başım çıxmır, yaxşı olsun siz deyən. Çıxın mənim canlımdan, xahiş edirəm. Mən bir Onu də... mənə xatırlamadınız deyəsən. Yox, tanımadım. İmam Aliyə Production. Mənim mahnılarımı yayım. O gəlsin. Ay, görürsünüz, sağ olun, yaxşı olun. Mən elə biləm, siz balaca uşaqsınız. Hə, çox gözəl. gözəl. Dəfələrlə danışmışıq telefonda, yadınıza gəlmir. Telefonda danışmışıq, amma belə simanızı görməmişəm. Allah Amma canınızı istəyi kim göndərdiniz? Necəsiniz? İşləriniz sağ necədir? olun, var olun. Mənim çox başım çıxmır. Elə Yox, yəqin ki, yox. burada hansısa kommenti silmək istəmişəm, əlim deyil. Yəni Elə bu da bir... təxtə düşməmişsiniz də, narahat olmayın. Var olasınız. Hə, çox da şad oldum tanıdığıma. Siz mənim də o vaxtı mahnılarımı yayım olsun, müəyyən O vaxtı, reklam bəli, işlərində, bəli, çox köməyiniz dəyib, təşəkkür edirəm. Sadəcə olaraq biz sizin prodüserlə kontakt qururduq həmişə. Ona Bəli, görə şəxsi tanışlığımız olmuyor. Eliko Gəncəliyini. Bəli, bəli, bəli. Talış balasısınız da bildiyim qədərilə. Əlbəttə ki. Hə, bilirəm də. Artıq əmlak işindəyəm. Artıq uzun illərdir ki, əmlak işindəyəm. Daha bu prodüserlik işini qoymuşuq ikinci plana. Amma kanal yerindədir bildiyim qədərilə. Kanal işləyir, əlbəttə ki, o uşaqlar işlədirlər, öz yerində işləyir, amma Rusiyada xınalarda, toylarda birdən mahnı veririk, kimisə mahnısını. Birdən mahnının içində gedir İmam Əliyev Production. Bəli, bəli. Rəhmətli Elnur Vali, Ramin Sədalı, Rasim Cənublu, elə sizin öz mahnılarınız da bizim kanalda olub dəfələrlə. Bilirəm. Allah canınızı sağ elə. Yaman biraz sərt dedim, mən beləyəm də. Bu bizim salatın haqqında məlumatınız varmı? O salatın dozasındandır hamısı tərkibi. Sarımsaq, xanımlara arıqlamaq resepti öyrədirəm. Elə bir qoz alma, sarımsaq, smetan, bir də nə idi dostlar? Yer kökü.